sizləri xoş gördük əziz şagirdlər. Mən FM Akademinin tarix müəllimi Faiq Hüseynov. Bugün sizə izah edəcəyim sınaq testi Güvən sınaq 5, 11-ci sinif 2-ci qruplara aiddir. İndi isə sualların izahına keçirik. Çalışacağıq ki, ətraflı izah edək, həm siz faydalanasınız. İnanıram ki, siz də rəy bölümündə təkliflərinizi bizi bildirib və bəyənib paylaşacaqsınız. 19-cu əsrin 30-cu illərində Quba üsyanı və 20-ci əsrin əvvəli məşrutə hərəkatı, yəni həm şimali, həm cənubi Azərbaycanda baş vermiş hadisələr üçün ümumi cəhət istəyir. Hərbi şuranın təşkili, yəni yaranmasıdır. Növbəti suala baxırıq. Yəni istəsəniz, bilirəm ki, istəyəcəksiniz deyə, ona görə mən bunu izah edeyim sizin üçün. Əhalinin komendant idarə üsulu deyirsə, narazılığı bu Quba üsyanındadır. Niyyətdə saxlayın. İri feodallara taxıl mütəkkilliyinə, yəni taxıl insarına qarşı Cənubi Azərbaycandadır. Çarizm müstəmləkə siyasətinə qarşı yenə Quba üsyanıdır. Konstitusiya qəbul etmək istəyi məşrutiyyə yaratdı. Amma hər ikisinin oxşar cəhət hərbi şuranın yaradılmasıdır. Növbəti suala baxırıq. Növbəti sualı isə belədir. 13-cü əsrin tarixinə aid paytaxtları verilmiş dövlətlərə aid hadisələr seçirik. Yenə diqqət edirik. 13-cü əsr. Bu iki Şirvanşahlardır. Bir isə demək Eldənizlər dövlətidir. Teymurilər dövləti Şirvanşahlarla 14-cü əsrdə müttəfiq olub. Yəni A-nı çıxırıq. A-nı çıxırıqsa A bəndini çıxırıq və D bəndin üzrlə hesab edən D bəndin yox. Deməli, çıxırıq B bəndin. B bəndini çıxdıq. İndi baxaq. Kəsrəli sualəsi hökmranlıq edirdi. Doğrudur, 2-də B bəndi olmalıdır. 2-də B bəndi isə C bəndindən çıxırıq. D bəndindən çıxırıq. Baxaq. Sonra 1-ə D bəndi qalır. Baxaq görək. 1-ə D bəndi. Xarəzmşah Cəlaləddin tərəfindən 1225-ci ildə Eldənizlərin varlığına son qoyulmuş. 1 D düzdür. 2 B baxırıq. Kəsrəli sualəsi tərəfindən idarə olunurdu. Şirvanşahlar doğrudur. 3 də hər ikisi, yəni ortaq cəhəti Monqolların birinci yürüşünə məruz qalmasını görürük. Cavab burada E bəndidir. Növbəti sualımıza baxacağıq. Növbəti sualımız. Bizans dövlətindən fərqli olaraq Xəzər xaqanlığına aid olsun. Biz onu sizin üçün əfəndilər indi tapıb göstərəcəyik. Albanlarla müttəfiq hər ikisidir. Hər ikisi isə B bəndi, D bəndini çıxacaq. Peçeniklərlə mübarizəni görmürük. Xəzərlərdə buna çıxacaq. Bilirsiniz ki, Xəzərlər erkən feodalizm dövründə süqut etmişdi. 4 var. Bir də ərəblərin Şərqi Avropa irəliləməsini qarşı almışdı. C bəndidir. Dəqiqə. Növbəti sualımıza baxırıq. Növbəti sualımız belədir. Daha nə verir? Daha sonra, yəni ən gec baş verən hadisəni bizdən istəyir. A bəndi 1400-cü il. 1400. Cahan Şahın Heratda 1459. Azərbaycan Cəlalə dövlətinin təşkilinə daxil olması 1359. Əsəd döyüşü 1410. Monqolların Azərbaycana ikinci yürüşü 1231-dir. Ən geci baş verən B bəndi, deməli B bəndi 1459-dur. Herat müqaviləsi. Növbəti sualımız. Şimali Azərbaycanda milli demokratik hərəkatı inkişafında milli burjuaziyanın eləməsi həyata keçirdiyi tədbir. Yəni milli burjuaziya nəşr maarif və nizad cəmiyyətini yaradır. Milli demokratik hərəkata həm maariflənməsinə, həm də ki, siyasi cəhətdən savadlanmasına, insanlarımıza dəstək olurlar. D bəndidir cavab. Cavab D bəndidir. Növbəti sualımıza baxaq, zəhmət olmasa. Bu sual isə Səlcuq və Osmanlılara aiddir. Baxırıq. Oxşar cəhət, fərqli cəhət. Şimali Afrikada bir sıra ərazilərlə keçilmişdir. Səlcuqlar Şimali Afrikada çıxmayıblar. Biri arada A bəndi varsa çıxacaq. Bizans dövləti ilə mübarizə aparıb. Bəli, hər ikisi aparmışdı. Bu doğrudur. B bəndi varsa saxlayırıq. Oğuz tayfalarından düzdür. Yəni yenə E bəndi tapmalıyıq. Fərqli cəhəti. Abbasilər xilafətinin asılı hala salınması. Bu Səlcuqların və Osmanlı dövlətləri. Səlcuqların Osmanlılardan fərqli oldu ki, Abbasiləri asılı hala salıblar. 2 A var.
Teymurilərlə müharibə məğlubiyyətə uğraması. Teymurilərlə müharibədə məğlubiyyətə Osmanlılar uğrayır. Fərqli cəhətləridir. Anadolu torpaqlarına sahib olması hər ikisi sahib olmuşlar. Deməli, müharibədə məğlubiyyətə uğraması bunların fərqli cəhətidir. Cavab E bəndidir. Göstərilənlərin məqsədidir. Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirmək. Mənim qəbul sualımdır. Xəzər sahillərinə çıxış əldə etmək. Bu, Pompeyin Albaniyaya hücumu nəticəsində. Bu, çox tez-tez düşür. Amma bu qəbula diqqət eləmək lazımdır buna. Cavab C-dir. Növbəti suala baxırıq. Xəritədə xüsusi işarələnmiş bu yayın ki, İngiltərəni görürsünüz, əfəndilər. İngiltərəyə biz xüsusi nişanlayaq ki, bura İngiltərədir. Xalq Cümhuriyyəti ilə bağlı siyasətini müəyyən edin. 18-ci ildə qoşun yedirlər. Azərbaycan Osmanlı qüvvələri Bakını tutmasın deyə Sentral Kaspiyaya dəstək oldu. Deməli, 1-ə B varsa, 1-ə B var. General Thomson da gəlmişdi və əməkdaşlıq edirdi. Əvvəlcə qəbul etməsə, sonra da əməkdaşlıq edirdi. 1-ə B ilə C-dir. A bəndə olacaq cavab. Bir başqa B-C görmədiyimiz üçün çıxırıq. 2-də C olmalıdır. Baxırıq, Xəzər dənizində bəli, hərbi donanmasının yaranmasına kömək eləmişdi. 1919 5 avqustunda AXC, yəni müraciət əsasında ingilislərin verdiyi silah sursat əsasında Xəzər ticarət donanması yaranmışdı. Cavab A bəndidir. A bəndi. Növbəti suala baxırıq. Şəhzadə dövlətinin Qaraxanlı dövləti ilə oxşar, Ravvardı dövlətindən fərqli cəhətdən. Çox rahat sualdır. Neyinirik? Samanilərlə biz görürük ki, Şəhzadələr deyil, yəni sacələrdir. Səlcuqlar tərəfindən süquta uğradılması. Deməli, Qaraxanlılar Səlcuqlar tərəfindən süquta uğradılmır. Xarəzmşahlar tərəfindəndir. Əməvilər sülaləsinin asıllığından çıxaraq xeyr. Əməvilər bilirsiniz, ümumiyyətlə siyasi səhnədən 750-dən silinib. 750. Lap yaxşı yazacağam sizə görə. 750. 750. Məlik Şahın qoşunları tərəfindən məğlub edilməsi. Cavab budur. Cavab D bəndidir. D bəndi. Növbəti suala baxırıq. Deməli, növbəti sual belədir. Şəmsəddin Şimali Hindistanın bəzi ərazilərini tutaraq mövqeyini möhkəmləndirdi və Monqol təhlükəsizliyinin qarşısını aldı. Tutmuş Monqol hücumlarından canlılarını qurtarmaq istəyən xeyli sayda türk tayfalarını qəbul etmiş və Şimali Hindistanda türk mədəni həyatın davamlılığını təmin etmişdir. Müsəlmanların dini başçısı olan Abbasi xəlifəsi tərəfindən nə sultan kimi tanınır? Baxaq. Mətnə əsasən fəaliyyətində bəhs olunan Delhi sultanı Mahmud Qəznəli ilə ümumi cəhətinə baxırıq. Bax, ümumi cəhət. Yəni hər ikisində olsun. Abbasi xəlifəsi tərəfindən bəli, hər ikisi sultan elan edilir. Edilirsə D bəndi, B bəndi, E bəndindən çıxdıq. Monqol hücumlarına qarşı mübarizə. Yəni Monqol olanda Qəznəvi yoxdur, Qəznəvi olanda Monqol. Deməli, nə edirik? Monqol hücumu deyirsə 2-ni çıxırıq, cavab C bəndi qalacaq. Təsdiqlə, Hindistanın şimalında bəzi ərazilər keçirmişdi hər ikisi. Öz ölkəsində türk mənşəli tayfaların yerləşməsinə icazə vermişdi. Cavab C bəndidir. Növbəti suala baxırıq, zəhmət olmasa. 15-ci əsr Azərbaycan memarlıq abidəsinin sırası tam 85. Bilirsiniz ki, 1483. Baxaq görə bunun sonra nə olacaq? Şirvanşahlar sarayı doğrudur. Həsən Padişah məscidi, Təbrizdə Qeysəriyyə bazarı. 3-4-dür cavab. Hələ bir dənə əməliyyatda sual var. 3-4-dür. 19-cu yüzilin sonlarında Bakıda hərbi vəziyyət elan olunması nəticələndi. Burada deməli nəyə bilmək lazımdır? Fəhlələrin 1895-ci il ilk mütəşəkkil tətili ilə hərbi vəziyyət elan olunur. Nəticədə yəni sahibkarlar fəhlələrə güzəştə getmək olacaqlar. Cavab bəndidir. Deməli, Afinada drakon qanunları məqsəd nə idi? Onu drakon özü aristokrat idi, istəyirdi ki, aristokratların həyatının və əmlakı qorunsun. Cavab C bəndidir. Səbəb nəticələr qararının doğru verildiyi bəndi müəyyən edin. Edək də, Monqol canişinlərin yerli feodalları sıxışdırılması, yox, bəndlər Xarəzmşahlara qarşıdır. Birlər getdi. Teymur hökmdarı Şəhrinin ölümü Sədrut döyüşündə Teymur nə gəzirdi? Şəhrux. Olmaz, 2 də çıxırıq. Cəlali Şeyx Üveysin Təbrizədə keçirilməsi Laki dövləti Qızıl Orda.
Canı bəydir. Cavab 4-5 qalır. Doğrudur elə. Qaraqoyun dövlətin yaranması təbii ki, Oğuzlar yeni siyasi hakimiyyəti bərpa edirlər. Bəli, yəni cavab doğrudur. Teymur Məcəvov tək eləyir. Nə? Toxtamışın Buxara və Səmərqəndə hücum etməsinə görə. Deməli, növbəti sualımıza baxırıq. Qazan xanın tədbirlərinə qadağan, yəni Qazan xan tərəfindən qadağan edilməmişdir. Yəni nə qadağan edilməyib ona baxaq. Deməli, kəndlərin bir yerdən başqa yerə 1303-cü ildə keçməsi qadağan olunur. Deməli edilib. Vilayət hakimləri vergi işindən uzaqlaşdırılır. Qadağan edilir. Misafirlər rəiyyətin evində qala bilməzlər. Qadağan edilir. Rabitə işçiləri yerli əhalidən vəsait ala bilməzdi. Bəli, amma Monqol qoşununda xidmət edənlərə torpaq sahəsi kimi iqta verilirdi. Cavab B-bölünüdür. Rahat. Lodvik xristianlığı qəbul edir. Yəni əhalinin öz tərəfindən dayağını artırır, çəkir. Qalliya üzərində öz hakimiyyətini möhkəmləndirir. Nəticədə Avropada Roman, German mədəni birliyi meydana gəlməsinə şərait yaradır. Cavab D-bəndidir. Növbəti suala baxırıq. Aha, yenə uzun-uzadı suallar təhlil edirik. Həmişə tədbirli addımlar ilə fərqlənən Şirvan hökmdarı Qaraqoyunluların siyasi gücünü düzgün qiymətləndirməmişdir. Deməli bu kimdir? Şirvan hökmdarı İbrahimdir. Mətnlə bəhs olunan xarici siyasət nəticəsində. Baxaq, Sultan Əhmədi müdafiə edir. Bu məqsədlə Təbriz yaxınlığı döyüşdə, yəni söhbət Əsəd döyüşünə gedir. Kəmərsi onun köməyinə göndərir. Qara Yusif barışıq və itaət təklifini rədd etmişdir. Nəticədə Şirvanşah dövləti Qaraqoyunluların hücumuna məruz qalır. Cavab B-bəndidir. B-bəndi. Aha. Ərəblər, Monqollar və Teymurilər. Gəlin bir dəqiqə baxalım. Terek döyüşünü görürsünüz. 1395 Teymurilər. 3-ə adısa B-bəndin, D-bəndin, E-bəndin çıxırıq. A-bəndindən çıxır. C-bəndə qalacaq. Cavab C-bəndidir. Gəlin baxalım. Cənubi Çini kimə ələ keçirir? Monqollar 2-yə nədir? 2-yə B olmalıdır. Var. Ki, təsdiq edək də. Bir də D göstərir. Sasani dövlətinin varlığını 650 ərəblər sonra. Cavab C-bəndidir. Qaşlatin rəhbərlik etdiyi müstəqillik uğrunda eramızdan 673-dən başlayıb hərəkat. Təbii ki, Manna dövləti və İskit şahlığının qoşunlarının məğlub olması idi. Assurların Manna və İskit ittifaqına məğlub olmasından sonra Assuriyaya qarşı başlamışdı mübarizə. Cavab B-bəndidir. Verilən hər üç xüsusiyyətə aid olduğu ərazinin müasir xəritələri. Müasir deyirsə, gəlin müasir tapaq. Bizim işimiz nədir? Tapmaq. Üç xüsusiyyət nədir? Ərəblər tərəfindən Vestaqotlar bu ərazidə məğlub edilir. Böyük Karlın hərbi yürüşünə. Yenə bu ərazi dediyimiz Aragon Kastilya, bu İspaniyadır. Cavab 4-dür. Deməli, 20-ci əsrin əvvəlində Şimali Azərbaycanda dövlət kəndlərinə aid. Bax, bu sual tapmaq üçün bu hissəyə fikir verir. Dövlət kəndlərinə aiddir. Tapağım. Bir yerdən başqa xeyir. Bu 1853-dür. Kəndlərin nəsli istifadəyə verilən torpaqları, sahələri dəqiqləşdirildi. 1903-cü il 2 var. Bir də kəndlilər həmin bu qanuna görə çəmən, otlaq, meşələrdən pay alırlar. 2-4-dür cavab. 2-4. Baxaq növbəti sualımıza əfəndilər. Ardıcıllığa baxacağıq. Xələcilər sülaləsinin hakimiyyətə gəlməsi 1290 1322 kimi. Urban 1095. Bu qələm niyə yazmır? 1095. Axır ki tapacağıq. Dehli Sultanlığına hərbi yürüşü 1398. Böyük Səlcuq İmperatoru 1157. Gedək hardan başlayır? Bu başlayacaq, alacaq 2. 2-dən sonra hansı olar? Olar 4. Sonra hansı olar? Olar 1 və 3. Deməli 2, 4, 1, 3. Cavab belədir. 2, 4, 1, 3. Bir daha yəqin ki, izah edə bildim. Aha. Deməli, həyatda saxlayacaq. Aha. Bir də uşaqlar. 2, 4, 1, 3. Bax, bu 3-ü bir yanınıza bura. 3. İndi biz nəyə görürük? Qızıl Arslan 1. Bunu yox, bunu qarşılarsınız. Qızıl Arslan
Birlə qeyd edəcəm Qızıl Arslanı. 1, 2 və 3. Hə. Qızıl Arslan, yerli oturaq feodal əyanların himayə olunması. Yəni yerli oturaq feodalları himayə edən kim ola bilər? Qazan xan. 3-ə A bəndi var. Yam adlanan rabitə dayanacaq. Bu da Qazan xan islahatları nəticəsində. 3-ə A-nan E. İraq Səlcuq Sultanlığı 1190-da 3-cü Toğrulu məğlub edərək Həmədan döyüşündə onun əmlakını və torpaqlarını ələ keçirib öz adamlarına paylayır. Kim? Qızıl Arslan. Deməli 1-ə C bəndidir. Sonra Hülakilərin vasalı kimi 2-ci Axisyandır. 2-ə B bəndidir. Sonra deməli 1C, 2B, 3 də A-nan E-dir. Növbəti suala baxırıq. Teymur Ləngin şahmat oynayan bir şəxsin yanında oturub dünyanın taleyindən danışırdı. Taleyimiz bizi Ankara'ya qədər gətirib Türk səltənətinin əlimizlə məhv elədi. O, bu qələbənin Türk dövlətləri üçün ağır nəticələr pozum sizin rahat olsun. Aha. Ağır nəticələrinə bir dəqiqə. Ağır nəticələrin gətirəcəyini hesab edirdi. Bu anda İldırım Bəyazıt bir dəstə ilə birlikdə Teymur Ləngin hüzuruna daxil oldu. Teymur Ləng onun əlində artıq nağıllar da fikir verir. Teymur Ləngin onun əlindən tutub mehriban amma kəskin bir tonda bildirdi ki, Sultan cəbhədəki fəaliyyəti toz torpaq içində qalmağından bəllidir. Lakin bütün bu fəallıq boşuna gedibdir. Bəyazidin inadkarlığı Türk hakimiyyətinin dağılmasına səbəb olmuşdur. Taleyiniz sizi bundan sonra müharibəyə deyil, daimi bir rahatlığa dəvət edir. Gəlin görək bizdən bu, yəni bilirsiniz ki, bu Ankara döyüşü ilə bağlı olan məsələdir. Onunla bağlı görək nə istəyir əslində bizdən, nə demək istəyir. Mənbə əvvəlində Əmir Teymurun nəyə görə qələbə qazandığı döyüşü Türk dünyasının gələcəyi üçün faciəli hesab edir. 2 fikri qeyd edin. Qeyd edək. Daha doğrusu qeyd edilmiş şifayə edəcəm. Deməli, Osmanlıların qərbə doğru məğlub olaraq qərbə doğru irəliləməsi qarşısı alınır. İkinci isə Osmanlıların məğlubiyyəti ilə deməli İstanbulun fəthi gecişir. Yəni yadda saxlayırsınız. 1. Yəni məqsəd nədir? Burada iki dövlətinin məğlubiyyəti Avropa dövlətlərinin marağına cavab verirdi. Bunu da lakonik, yəni qısa desək, Osmanlılar məğlub olur. Qərbə doğru hərəkəti, yəni qərbə doğru hərəkətin qarşısı alınır. 2. Bu nəticəsində İstanbulun fəthi gecişir. Keçirik. İldırım Bəyazıt Əmir Teymurla toqquşma gətirib çıxaran 3 səbəb. Əmir Teymur Ön Asiyadan keçən Ön Asiyadan keçən ticarət yollarına sahib olmaq istəyirdi. İkinci, Sultan Əhməd və Qara Yusifə sığınacaq vermişdi. Onu tələb eləmişdi. Əmir Teymur isə rədd cavabı almışdı. 2 bu səbəb idi. 3 də Əmir Teymur Kiçik Asiyaya hücum edərək oradakı olan hakimləri Osmanlılara qarşı qaldırmışdı. Bu 3-dür. Bu deməli tarixi biliklərinizə əsasən hansı amilin Ankara döyüşündə Əmir Teymurun qələbə qalması? Hindistana 1398-ci ildə yürüş edib oradan gətirdiyi döyüş filləri Osmanlılar üzərində qələbəni təmin etmişdi. Əgər bu dediyim deməli qeyd etdiyim cavablara uyğun kimlərsə, yəni situasiyada qeyd edibsə, deməli doğru variantdır. Sağ olun. Bəyənin, fikirlərinizi, rəylərinizi yazın. Təşəkkür edirəm sizlərə.